Abdullah Qasimi deyilən bir nəfər var idi. Saudi Ərəbistanda. Qasım şəhərindən idi. Subhanallah, bu insan olduqca zəkalı bir insan idi. Həddindən artıq zəkalı bir insan idi. Və neçə kitabların müəllifi idi. Neçə kitabların müəllifi idi. Bəzən olur ki, insanın həddindən artıq zəkalı olması da onun üçün fitnə olur. Allah qorusun. Bəzən insanın həddindən artıq zəkalı olması həmin insan üçün fitnə olur. Çünki o belə deyək ki, o zəkasını dəf edə bilmir. Ona ucub gəlir, özünü bəyənmək, həlak qapısını açır özü üçün, Allah qorusun. Həmin bu Abdullah Əl-Qasimi başqa bir yerə gedir, məmləkətdən, Saudi Ərəbistandan. Orada getdiyi yerdə, siz deməyin, fəlsəfə əhli ilə, kəlam əhli ilə görüşür. Və onlardan şiddətli şəkildə təsirlənir. Allah qorusun. Şiddətli şəkildə fəlsəfə əhlindən, kəlam əhlindən təsirlənir. Sonda bu insan mulhid olur, Allah qorusun. Allah'ı inkar edir. Nəsəlullahə sələmətə və afiyyə. Allah'tan salamatçı və afiyyət diləyir. Allah'tan gecə gündüz sabitçilik demək lazım. Nə badə nədir? Biz deməyək ki, bizim ağlımız subhanallah. İstənilən bir məsələ. Kiçik və böyük fərqi yoxdur. Muhammeddən sallallahu aleyhi ve sellemlə nə gəlsə, eşitdik və itaat etdik. Həmin insan o qaldığı yerdən, getdiyi yerdən hansı ki fəlsəfə əhlinin yanından Fransaya gedir. Dostları, yoldaşları, onun belə deyək, elm əhli yoldaşları çox hüzün olurlar bu xəbərə. Deyirlər ki, gedək onun yanına ziyarət eləyək. Gedək onu Allah'a xatırada. Ola bilsin ki, fayda verər. Gedirlər, onu ziyarət eləyirlər. Uzun söhbətlərdən sonra o deyir ki, yox, yəni artıq gec. Bizə lazım olan hissəsi var. O cəmaat elm əhli dostları, keçmiş dostları onun yanından çıxanda onlara bir kəlmə deyir, bir cümlə deyir. Deyir ki, evladlarınızı və tələbələrinizi kəlam əhlindən, fəlsəfəçilərdən qoruyun, deyir. Deyir, bu günə məni salan deyir, bu vəziyyətə salan o fəlsəfə oldu, deyir, subhanallah. Fikir versiniz, Allah qorusun.